Salam dostlar, mən bugün Brawl Stars'da sizin verdiğiniz görevləri eləyəcəyik və bugün birinci görevimiz Dynamite ilə 3 dəfə zıplamaq görevidir və bu görevi denəyəcəyik, bakır eləyə biləcəyik. Əgər eləyəməsə bu görevi başarısız şəkildə bitirmiş oluruz. Neyse bizim Dynamite seçək. Dynamite yuxarılarda olmalıdır. Şimdi onu götürürük, bu da kostümümdür. Gizemli Mike. Başlayaq. Bakır eləyə İlk deneme. İlk denemede eləyə çünkü olmadı birinci ama bilirsən oldu. Və bu görevi çok tez bir şekilde başarabildik. Şimdi ise ikinci görevi keçirik. İkinci görevimiz ise farklı bir görevdir. Bu görevi özüm düzəltmişəm. Bu görevi demək üçün buradan çıxmalıyam. Və bu tek hesablaşdırmada olan bir görevdir. Bu görevimizin adı en çok kupalı karakterinde, yani en çok kupalı karakter məndə bu dəqiqə Edgar. Edgar ilə 4-cü tek hesablaşmada. Dördüncü veya ondan yukarı bir yere sahip olmalıyam. Olmasam görev başarısız şəkildə oluyorum. Yəni görevi keçəmirəm. O birisi görevləri. Keçə bilirəm daha doğrusu. Yəni bunu eləyəmirəm də. Səhv olur. Bak şöyle bunları yiyebilirsin. Burada Leon çok pis şekilde gelir. Dikkatli olmalıyıq. Leon'un qaçırıq. Leon çok azaltdı canımızı. Bunların heç birinin adları da yoxdur. Çünkü 1000 kupam üzərindəyim. Ben o sıra tullandım ama o kaçtı benden. Səhv yerə tullandım. Ve yine arkamızda gelir. Ondan kurtulmağın bir yolu olmalıdır. Yine bize hücum eləyir, vurur. Biz ona tabii ki de. Bizler dəqiqədə aksesuara basırıq ki bize vurmasın, ama orada kit var. Dikkatli olmalıyıq. Kit çok güldürdü. Kit əgər üstümüze tullansa o dəqiqə bizi öldürə bilər. Yəni tez tutara bilər. Gələ 3 nəfər uduzsun. 3 nəfər uduzmasa biz oynayamayacağıq. Bunu keçəməyəcəyik görev. Gözləyirəm hələ də 4-cü olamamışam. Bir nəfər uduzdu kit tərəfindən. Bəlkə də axıra kitlə qalacağıq. Burada kimse olmaz inşallah. Burada tim yoktur. Bastırdı, oradan vurur. Aha 5 nefer. Ve ben çok bir şekilde kullandım. Kiti öldürürüm, uduzdurdum kiti. Ve Leon'un üstüne daldı ve Leon'u da işe bitirdik. Ama bu defa da Buster uduzdur diyelim. Buster'da da uduzduk. Buster'da uduzduk ama yine de ikinci olarak 9 kupamız geldi. Yani bu görevde tamamlamış olduk. İndi ise üçüncü görevimiz. Üçüncü görevimiz ise böyle bir görevdir ki çallara değmeden oyunu bitirmeye çalışacağıq. Yani en azı heç olmasa 4-cü olsuq olar. Hansısa bir karakterlə, yani istədiyimiz karakteri seçə bilərik. Və mən burada Sandy karakterin ya da Grey seçirəm. Grey karakterini seçdim. Bax Grey oynaya biləcəyik. Çallara dəymədən. Yəni heç bir çalıya girməyəcəyik. Məncə uduzsuq da işin olmaz. Əsas oldu çallara girməyək. Deyəsən botlar gəldi qarşımıza. Yenə də eybi yox. Mən oradakı yükü alamayacağım çünki çalı var. Mən ancaq açıqlıqda olan yükləri ala bilirəm. Taksi şu an. Şelini uzdurduq. Orada çox bir döyüş oldu. Ve bütün yükləri yığdı.
Sallara girmeden oynamalıyız. Karol doluştu ve teke daldı. Dikkatli olmalıyıq, yoksa bir kobuzu düzülər. Bir kobuzu az qalsın düzdürürdü, ama canımızı soxaldırıq indi. Canımız da olsun. Üstünə gedəcək. İlk oldu. Girdim oraya. Ha? Ne düzdürdü? Ben de onu düzdürdüm. Kim olacak? Ama ikinci oldu. Ve bu oyunda görevi tamamladık. Çünkü hiçbir məncə çalıya girmədik. Əgər girmişəmsə yaza bilərsiniz yorumlara. Yəni çəkib girin. Buradan da min altınımızı alaq. Və bu neçənci görev idi? Deyəsən 4-cü görev olmalıdır. Və 3-cü görevdir deyəsən. 3-cü görev olmalıdır və 3-cü görev isə belədir. Kostümlü adamlara vurmayacağıq. Kostümlü adamlar, yəni o olsa əgər onlara vura bilərik, kostümsüzlərə vura bilərik. Yəni indi karakteri dəyişdiririk. Hansısa bir karakteri seçəcəm. Mən buradan birini seçəcəm. Sen ne seçsin? Bu dəfə də kostümlü adamlara vura bilərik, kostümsüzlərə isə vura bilərik. İnşallah karşımıza kostümlülər çox çıxmaz ki, onlara vura bilək. Oyun başlayır. Çox kostümlü görsənir və artıq çalıya girə bilərik, çünki o görev getdi daha. Arkada kostümlü Byron var imiş. Byron artık bir tane de vuranları eğer vursuq görevi uduzuruq. Uduzdurmaq daha doğrusu yox, yəni vuradan heç nə edəmlər yəni. Vursuq uzur. Mesela Spike'da kostümü var, bu Taran'da kostümü var, onlara vuranları. Eğer hamısının kostümü olsa, mesela Miko'nun yoktur. Ben Miko'ya vuram. Kime vurdum ben? Bilmedim kime vurdum. Surge'a vurdum. Surge'a vurduğum için bu görevden uduzuram. Ve bir görevi eləməmiş oluram. Yani eləyəmədim bir görevi ve bu görevde artık daha özümü uduzuram. Çünkü bu görevde artık çaşıp Surge'a vurdum ve Surge ise efsanevi kostümü var idi. Surge. Ve dostlar, sonuncu görevimiz budur ki, yük almadan oyunu bitirmeye çalışacağıq. Bu dəfə də yük almayacaq. Bayaq çalılara girməmişdik. Sonra kostümlərə vurmalı. İndi isə yük almayacaq. Yəni heç bir yükü götürməyəcək. Bunu da Kaze ilə yox, Franklin eləyəcəm. Və bu da son görevimizdir. Və bir də like atmağı, abunə olmağı unutmayın. Çox adama baxıram, abunə olmur. Abunə zəhmət olmasın. Heç bir yükü götürə bilmərik. Ancaq adamlara vurmalıyıq. Amma məncə adamlardan çıxan yükləri götürə bilərik. Çünki yük götürmür də. Oradan vurur. Ama bizimlə dost olmaq istəyir, amma elə olmaz. Düzə bilərik, çünki bizi ortaya alırlar. Hər tərəfdən vururlar. Aha, vurdum. Ama dikkatli olmalıyım. Onu ala bilər ama. Bu da onu attım ama olmadı. Hayır. O da uzdurdu. Normal uzdurdu ve
7-ci olduq, eyb yox. 2 kupamız getdi. Və dostlar, video bura qədərdir. Sağ olun, abunə olun və like atın. Sağ olun.